Salam, hər vaxtınız xeyir olsun. 9-cu sinif buraxılış tipli bir sualın izahına baxırıq. Sualda deyirlər, x-in kvadratı çıxılsın 6x plus y kvadrat plus 8y bərabərdir 0 tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Çevrənin tənliyi nə formada olurdu? Yadınıza salın. Olurdu ki, x çıxılsın a-nın kvadratı plus y çıxılsın b-nin kvadratı bərabərdir r kvadratı. Burada AB çevrənin mərkəzi nöqtəsinin koordinatları olurdu. İndi biz bu tənliyi bu formaya salmalıyıq. Radiusu yəni ki, tapa bilək. İndi buradan baxırsan ki, x kvadrat çıxılsın 6x var. Deyirəm ki, burada plus 9 olsaydı nə gözəl olardı. Orada x çıxılsın 3 mütərizə kvadratını yarada bilərdim. Ona görə də yazıram özümdən. X kvadrat çıxılsın 6x var. Plus 9 yazıram özümdən. Plus, burada da y kvadrat, plus 8y var. Deyirəm ki, plus burada 16 olsaydı, onda mən y plus 4'ün mütərizə kvadratını yaza bilərdim. Ona görə də özümdən plus 1, 16'ını əlavə etdim. Özümdən 9 və 16 cəm, yəni 25 əlavə etdiyim üçün 25'i də buradan çıxıram özümdən. Yəni ki, özümdən əlavə etmişəmsə, özümdən çıxmalıyam bir də. Bərabərdir 0. İndi bu hissə bizə verir ki, x çıxılsın 3'ün mütərizə kvadratı plus. Bu hissə bizə verir ki, y plus 4'ün mütərizə kvadratı bərabərdir. 25'i atıram sağ tərəfə, olur 25. 25'dən bizə nə olurdu? R'in kvadratını verirdi. R kvadrat bərabərdir 25 oldu. Buradan da R bərabərdir 5 eləmiş olur. Yəni S bəridir. Bugünkü izah bu qədər. Sağ olun.